Salam əziz abituriyentlər. Söz verdiyim kimi Nadir Şah imperiyasını sizlər üçün təhlil edirik. Mövzunu kitab daxilində oxuyub da kitabı nağılvari və ya hər hansısa bir yaddaş müdaxiləsindən yadda saxlayırıq. Yəni deyirik ki, nə oxuyuruq, nə öyrənirik, odur. Ancaq sizə gözəl bir yol öyrədim. Yolumuz nədir? Baxın, deyirik ki, Nadir Şah Əfşar imperiyasını yaratdı 1736 və 1747-ci illərdə. Və baxırıq, Nadir Şah hakimiyyətə gəlməmişdən qabaq ona qarşı zaten xan olduğu dövründə, xan deyəndə qəyyumluq dövründə Səfəvilərin sonuncu şahı, 3-cü Abbasın qəyyumluğu dövründə etdiyi nə var idi? Xanlıq, yəni özünü xan kimi idarə edirdi və ölkənin söz sahibi idi. Nadirdən yuxarı söz sahibi yox idi. Və burada neynədi Nadir xan? Nadir xan, belə deyim, özünə prioritet, güclü dövlət yaratmaq üçün addımlar atdı. Ancaq ortada bir problem qalmışdı. Problem nə idi? Əhalinin ona qarşı olan narazılığı. Bu heç zaman səngimədi və bu heç zaman Nadirlə barışan bir əhali, bir xalq kütləsinin hakimiyyəti olmadı. Baxın, sual verirlər ki, nəyə görə Nadir xan özündən sonra, yəni Əfşarlar imperiyası hökmranlığını apara bilmədi. İndi sizə Nadirin dövründəki bütün çətinlikləri, problemləri, analizləri göstərəcəm və ondan sonra gələcək vəliəhdin hansı səviyyədə olacağını siz təsəvvür etməyə çalışın. Baxın, Nadir xanın belə deyək ki, qəyyumluq dövründə də ona qarşı üsyanlar baş vermişdi. Düzdür, kitabda da qeyd olunub. 1734-cü üsyanları və bu üsyanlar, üsyanın əsas prioritet birbaşa Nadir xanın şəxsən özünə qarşı idi. Yəni, bunun Səfəvilər dövlətinə heç bir əlaqəsi yox idi. Artıq birbaşa Nadir xanın özünə aid idi. Və bundan sonra Nadir xan 1736-cı ildə neynədi? Su qovşanda Əfşarların hakimiyyətə gəldiyini bəyan elədi. Yəni, özünü şah elan etdi. Və bunu qəbul eləməyənlərə neynədi? Baxın, sürgün, divan tutmaq. Bir, ölkədən Xorasana sürgün eləmək. İki, onlara qarşı qətliam, qanlı qətliam deyək. Bunları həyata keçirdi. Və bunların arasında kim var idi? Ziyadoğullar idi, Otski idi, Kəbirli idi, Cavanşirdi. Kitabda bunları zaten oxuyursunuz. Ancaq bunların hansı mənfi xüsusiyyətə malik olduğunu anlamırıq. Baxın, xalqın içindən olan əhalinin bir hissəsinə qarşı divan tutursan, nüfuzlu hissəsinə. Nüfuzlu hissəsinə divan tutanda onun ərazisində yaşayan xalq sənə tabi olmur. Onun, belə deyək də, yerli hakimiyyəti, məsəl üçün, deyək ki, Gəncə əhalisi. Ziyadoğulları oradan çıxartdınsa, bütün Gəncə sənə tabi olmayacaq. Bütün Gəncə sənə qarşı neyniyəcək? Öz iradını bildirəcək, üsyanla, hər hansısa bir təxribatla. Bütün bunların hamısı nə idi? Artıq dövlətlə kəndli arasında yaranan uçurum. Baxın, güclü nüfuzlu təbəqəni yox eləyə bilərsən, ancaq onun təsiri varsa və güclüdürsə, bu zaman onu yox eləmək mümkün olmayacaq. İndi bütün bunların hamısını siz görəcəksiniz. Bütün bunların hamısını niyə belə izahını açıq verirəm? Kitabı oxuyursunuz, ancaq nağılvari əzbərləməyə çalışırsınız. Və mən də sizə bütün hamısını hissə-hissə bölürəm ki, daha anlayışlı dildə anlayasınız. Və gəlirik Nadirin 36-cı ildə hakimiyyətə gəldikdən sonra gücləndirmə siyasətinə. Baxın, kitabda yazılanları bir-bir təhlil edirik. Dövlət fond, torpaq fondunu artırmağa çalışdı. Yaxşı, əgər bu feodallara paylanmışdırsa, bu torpaqlar düzdür, bunu necə ala bilərdi? Müsadirə ilə. Nə qədər feodaldan müsadirə ilə torpaq ala bilər? Hər biri Nadirə düşmən olacaqdı. Məcburi tabiçilik var. Ancaq daxildə Nadirə düşmən idi. Sonra ərazidə sahibsiz becərilməyən torpaqları becərmək və bunu kimlərəsə, belə deyim, hədiyyə etməklə eləyirdi. Və bunun da məsələsi nə idi? Düşünürdü ki, o torpaqlara vergi təyin edəcək,
və dövlətin xəzinəsini dolduracaq. Bu ən böyük səhvlərindən biri idi. Çünki yararsız torpaqları yenidən inkişafa gətirmək bu feodalın ziyanına idi və çox feodal da bunu qəbul eləmirdi. Baxın, məsələ nədir? İri feodallar, yəni böyük torpaq sahibidir. Belə deyək, indiki müasir dilimizlə deyək, maqnatlar, torpaq maqnatları. Maqnatlar var idi, yəni feodallar idi. Onlar neynirdi? Feodallardan, vəqf verilən yerlərdən torpaqlarını müsadirə elədi. Sonra vəqfi dövlətin əmlakı elan elədi. Ondan sonra vergini, torpaq bəxşişi vergisi var idi, onu pulla əvəz elədi. Sonra neynədi? Və bu da neynədi? Artıq bütün nüfuzuna zərbə vurdu. Baxın, kitabı oxuyuruq. Görürük ki, Nadirin elədiyi siyasət, Nadir xanın, şahın elədiyi siyasət dövləti gücləndirməkdən çox iri feodalları və onun torpağında çalışan kəndliləri belə özünə düşmən elədi. Baxın, iri feodallar düşmən olduqca və nüfuzu zərbə altına düşməsin deyə artıq onlarda qisasçılıq məqamları güclənir. İndi mən sizə bunun hamısını sadə variantında izah edəcəm. Bunun nə vaxt ortaya çıxdı bütün hamısı? 1737-ci ilə gəlirik. Nadir hara gedir? 37-də. Kitabda da qeyd olunur. Hara gedir? Yürüşə. Hara? Mərkəzi Asiya və Hindistana. Düzdür? Kitabda qeyd olunur da bu. Ancaq əslində kitabın əvvəlindən sonunu birləşdirməyiblər. Özlərində analiz edib ayırıblar. Ancaq şagirdlərə təqdimat edəndə bu formada olmur. Bu necə formada olur? Əgər biz bu vergidə ziyan vurmuşuqsa, biz tez yedirik 1737-ci ilə birbaşa. Niyə? Niyəsə ona görə ki, Mərkəzi Asiya və Hindistana yürüş edən zaman ölkə başsız qaldı da, düzdür. Başsız qaldığı dövrdə neynədik dedik? Üsyan qalxdı Azərbaycanda. Bax, gördünüz, üsyan. 37-də bu getdi, 38-də üsyan qalxdı Azərbaycanda. Və kim? Qərb bölgəsi. Bayaq dediyi, sürgünə göndərdi, qətliam elədi, hakimiyyətini qəbul eləməyənlər, düzdür. Onlar da bu vəziyyətdən istifadə edib üsyan qaldırdılar. Gördüyümüz kimi Nadir Şah qurduğu dövlət nə köklü dövlət deyildi, nə də çox idarə etməsi güclü olan dövlət deyildi. Belə baxanda işğalçılıq üstündə qurulan bir dövlət idi, işğalçılıq. Birbaşa işğalçılıq. Nadir Şahın əsas işi işğallar etmək, xəzinə ələ keçirtmək, müsadirə eləmək, qənimət ələ keçirtmək. Kitabı oxuyarkən bütün bunlara diqqətli olmaq lazımdır. Sonra neynədir? Geriyə qayıtdı, düzdür? Bunun dalınca harda üsyan baş verdi? Bir dənə də Carbadakən üsyanı gəlir. Sonra neynədir? 1741-də deyil, Nadir qayıdır, Cardakı üsyanı yatırır. Görürsünüz, Qərb bölgəsi üsyanları, bax, görürsünüz, 1738 götürürük, 41-ə qədər davam elədi. Yəni, 3 il davam etməsi, bu artıq Nadir Şahın yerlərdə hakimiyyətinin bərpasının mümkün olmadığını göstərirdi. İndi bundan ruhlanan üsyanlar deyəcəyik və artıq Nadir Şahın xalqa qərəzli olduğu və bu afişada necə yayırdılar? Xalqa qərəz tutmaq, feodallarla, nüfuzlu feodallara zərbə vurmağından, yəni bu onunla müsbət deyil də, mənfi bütün əlamətləri özündə birləşdirdi. Və neynədilər? İndi psixologiyaya baxın. Xalqın arasında nə yaymağa başladılar? Səfəvlərin hakimiyyəti bərpa olsun. Səfəvlərin hakimiyyəti vaxtı filan şey yox idi. O bir məsəl var, deyir ki, filan kəs öləndə yeni gələn onu atasına rəhmət oxutdurur. Yəni, Səfəvlərin vaxtında da onlara qarşı olan üsyanlar da hansı müəyyən səbəblərdən olurdusa, indi Nadirə qarşı bütün xalq dayanıb və
artıq Nadir Şah etdiyi bütün addımlarla Səfəvilərin daha yaxşı və belə deyək, daha demokratik dövlət olduğunu düşündürməyə başladı. Nadir dindarlara qarşı idi axı. Yəni vəqfə, dindarların dövlət işlərinə qarışmağına imkan vermədi. Və bütün bu amillər nə idi? Bütün bu amillər artıq bir tərəfdən də dindarlarla düşmənçilik yapardı. Baxın, iri feodallar, dindarların da xalqın arasında nüfuzu çox idi. İri feodalların da torpağında da çalışan kəndlilər onlara tabi idi. Onların da nüfuzu çox idi. Və bu Nadir Şahın, belə deyək ki, özü dünyavi dövlət elan eləsə də, bütün demokratik hərəkatlar burada yox idi. Addımlar yox idi. Belə xalqın güzəranıdır, hər hansı bir addımlardır. Ona görə deyirəm, sırf işğalçılıq üzərində qurulan dövlət idi. Və işğalçılıq üzərində qurulduğu dövlət olduğu üçün dediyi Səfəviləri yad elətdirdi. Bu zaman kimlər çıxdı ortaya? Kimlər gəldi ələ keçirməyə çalışdı hakimiyyəti? Sam Mirzələr. 1, 2, 3. 2 dənəsi deyək, Nadirin ərazisidir, yəni şimal tərəfimizdir. Bir dənəsi cənub tərəfimizdə baş verir. Və bu üsyanların hər üçü, yəni 1743-də 1 və 2-ci Sam Mirzələr, 1747-də 3-cü Sam Mirzə. Bu üsyanların əlamətdar olduğu bir şey var idi. Səfəvi hakimiyyətinin, Səfəvilərin nüfuzunu yenidən bərpa eləmək. Əsas məsələ buydu. Və artıq Nadir Şaha qarşı baş verən bu proseslər hakimiyyətin o qədər də qüdrətli olmadığını, boşluqların çox yüksək səviyyədə olduğunu və dövlətin artıq uçuruma getdiyini göstərirdi. Sam Mirzə üsyanlarını heç nə deməyək. Sadəcə bir şey deyəcəm. Bəli, Sam Mirzə üsyanları yatırıldı. Layiqincə yatırıldı. Və həm birinci, həm ikinci Sam Mirzə neynədi? Məğlub edildi, dağıdıldı, məhv edildi, üsyanları yatırdı. Ancaq belə bir şey var idi. Tək üsyanlar məğlub olmayıb hamısı. İndi sizə bir digər üsyan deyəcəm. Orada artıq qələbə var. Qələbə də nədir? Məşhur Azərbaycanın Şəki xanı, Hacı Çələbi xan. Nadirə qarşı 1743-46-cı illər. Baxın, niyə 43-44 yox, 43-46 deyirəm? İndi baxın, 43-44 kitab, bəzi kitablar nüans kimi göstərir ki, ardıcıl üsyanları apardı və Nadir ona vəkil kimi təyin elədi. Bütün bunlar prosesləri yox. Əsas qələbənin xarakterini göstərək. Şəki xanlığını yaratdı, yarım müstəqil olsa da. Niyə yarım müstəqil deyilik? Bəzən kitablarda yazırdı ki, nədir? Şəki xanlığını müstəqil yaratdı. Yaxşı əzim, müstəqil yaratdı, başa düşdüm. Bəs əgər 43-cü ildə müstəqil yaranan bir xanlıqdan bəhs ediriksə, biz niyə deyirik ki, Şəki xanlığı yaranma prosesi və ya Şəki üsyanı 43-46-cı illəri əhatə edir? Əgər bir xanlıq yaranıbsa, bunun bir tarixi olmalıdır. Əgər biz onu 1743 kimi qəbul ediriksə, o zaman bu üsyan 43-də bitməli idi. Öz məntiqimizlə yanaşaq da, yəni ki, bizə bəyan edirlər ki, 43-də əsası qoyuldu. Tamam, mən bunu qəbul elədim. Bəs yaxşı, 43-cü ildə əsası qoyuldusa, niyə Şəki üsyanını 1743-46-cı illərə əhatə edir? Əgər 43-cü ildə əsası qoyulubsa, o zaman 43-cü ildə bitməli olan üsyan idi da. 46-da niyə bitir? Burada biraz belə deyək ki, müstəqillik məsələsi tam yerində deyil. Müstəqillik o zaman olur ki, tam qələbə çalırsan və müstəqil olursan. Ancaq mübarizə aparırsansa, deməli sən hələ yarım müstəqilsən. 46-da ola bilər müstəqil ola bilərsən. Yəni, kitabın dilindən sizlərə izah verirəm ki, yəni kitablarda olan bəzi meyarlarda hər bir şey düzdür deyə bir şey yoxdur. Biraz öz məntiqimizdə işlədib, yanaşma tərzimizlə baxmalıyıq. Mən kitabları belə hər dəfə analiz edirəm və şagirdlərimə də həmişə tövsiyə edirəm ki, özünüzün də düşüncə və
istedadımız olsun. Hər bir şeyi orada kitabda olduğu kimi deyil. Öz anlayış tərzini də ora qataraq mənimsəsən, daha keyfiyyətli öyrənəcəksən. Yəni, bu cür bir imperiya, gördünüz ki, bir dənə Şəki xanlığından hər bir şeyi elan elədi. Şəki üsyanı vasitəsilə göstərdi ki, həqiqətən də güclü, taraz və ya qüdrətli dövlət deyil də, sırf işğalçılıq üzərində qurulmuş mənfəət xarakterli bir dövlət idi. Və ona görə də 1747-ci ildə neynədi? Nadir Şahın vəfatından sonra ölkədə onu idarə edəcək hakimiyyətə sahib adamlar yox idi. Yəni, özündən sonra layiqli davamçısı olmadığı üçün də bu böyük imperiya 1736 və 1747-ci illəri əhatə etdi və bundan sonra yerini kimlər alır? Azərbaycanda yaranan xanlıqlar. Yəni, bu artıq Azərbaycanda yaranma prosesi üçün bir addım idi. İnşallah ki, sizin üçün daha uğurlu izah oldu. Buradan nəyisə mənimsəsəniz, mən də şad olaram. İzləməklə dəstəyinizi davam etdim. Hər birinizə təşəkkürlər.